15 aprel 2026-cı il tarixində Qərbi Azərbaycan icmasında filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin İrəvanda Azərbaycan təhsil tarixi adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbirdə Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvləri, icma sədrləri, şura sədrləri, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Təqdimatda çıxış edən Qərbi Azərbaycan icmasının sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, nəşr Qərbi Azərbaycanın təhsil tarixinin sistemli şəkildə araşdırılması baxımından mühüm elmi mənbədir. O qeyd edib ki, monoqrafiya İrəvanda Azərbaycan maarifçiliyinin zəngin ənənələrini üzə çıxararaq tarixi həqiqətlərin bərpasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Tədbirdə çıxış edən digər şəxslər əsərin elmi əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, 536 səhifəlik İrəvanda Azərbaycan təhsil tarixi monoqrafiyası qədim İrəvan mahalında təhsil sisteminin formalaşması və inkişaf mərhələlərini ilk dəfə sistemli şəkildə araşdırır. Leyla Səməndər, Cuma Kazımov, Yeni Azərbaycan TV.